Deməli, bu bizim motivator layihəsinin proyektinin adı Hardan Hara adlanır. Biz burada insanların hansı nöqtədən bugünə kimi, hara kimi gəlməyindən danışacağıq. Çünki bizim gənclərə çox maraqlıdır ki, bu günləri uğur qazanan insan hansı psixologiya malikdirlər və bildiyiniz kimi motivator layihəsində çoxlu insanları biz həm idmanda, həm biznesdə çəkib işıqlandırmışıq və hərənin də özünün bir kütləsi var bizim layihəmizin iştirakçıların və bu insanın xüsusi olaraq özünün bir kütləsindən başqa işi elə bir işdir ki, yəni iş peşəsinə işi düşməsin. Yəni Xəyal doktor alqışlayaq. Xəyal doktor gəlsin. Və Hardan Haranın ilk qonağı olaraq Xəyal doktordur. Xəyal doktor, təşəkkür edirəm ki, bu dəyərli vaxtımızdan ayırıb, həmişə o keçən dəfə də biz böyük bir tədbirdə iştirak elədik. Bu günləri də Hardan Haranın birinci qonağı Xəyal Samedovdur. Təşəkkürlər. Allah razı olsun. Yeni verilişiniz xeyirli olsun, düşərli olsun. Ümidvaram ki, Hardan Haraya gələcək qonaqlar həqiqətən hardan hara gəlmişlər olacaq. Bəli, çox mənalı, çox super həqiqətən. Yəni hardan hara danışmağın bir hekayəsi olmalıdır. Bu günləri insanlar var ki, hansı bir uğur əldə ediblər indi nəyisə görə. Ancaq hardan hara soruşanda heç bilmirlər ki, hardan hara oldu. Ancaq ki, biz çalışacağıq ki, bizim verilişdə, bizim proyektdə hardan hara. Çünki bugünkü günlər gələn adamların marağı ondan ibarətdir ki, Xəyal Samedov hardan hara, necə gəldi? Ay bala, qıratdan su içmə demədim ha bala. Artıq bu cümləni övladlarınıza deməyə ehtiyac qalmayacaq. Bizim sizə şad xəbərimiz var. Övladınızın sağlamlığını düşünürsünüzsə, şəbəkə suyunun təmiz inline az. Dostlar, axşamınız xeyir. Mən Xəyal Səmədov, Lovely Dent Klinikasının rəhbəriyəm, yaradıcısıyam və hal-hazırda özüm estetik stomatoloq kimi fəaliyyət göstərirəm. Bizim işimizin prinsipləri çox fərqlidir, çünki biz təbibik, biz insanlara şəfa veririk. Şəfa veririk, amma mən bugün sizə burada gəlib hardan harada həm biznesdən danışa bilirəm, həm öz işimdən danışa bilirəm. Niyə? Çünki bir işdə işin peşəkarı olmaq istəyirsinizsə, öz işinizi yaxşı bilməklə yanaşı, bir işi idarə etməni də bilməsiniz. Çünki tibb işi komanda işidir, tək işi bir insan eləyə biləcək iş deyil və həqiqətən biz bu bölümdə İlk dəfə komandanı stomatologiyada necə yönətmək olar, necə qurmaq olar, bunun möhrünü qoyub və insanlara bunu gözəl şəkildə necə edə bilərlər, onu aşılamışıq. Və istəyir rəngimizdən tutulmuş, istəyir bizim iş prinsiplərimizə, istəyir korporativ dəyərlərimizə görə, yəni əldən göstəriləcək tək şirkətlərdən biriyik. Yəni 3 nəfər varsa, biri bizik. Yəni bunun üçün də təbii ki, komanda işi və zəhmət çox önəmlidir. Biz Lovely Dent'i quranda komanda, necə bugün bu qədər insan yığışıbsa, yenə bu komanda işidir. Sağ olsun Gilənar xanım bunu təşkil edib və bu komanda işini biz Lovely Dent'də qurduq. Amma bir yerdən öyrənmədik. Məsələn, hər şey daxil. Türkiyədə otellərdə olubsuzda, düzdürmü? Hər şey daxil. Bir dənə qiymətdə bir paket alırıq, gedirik. Onun içində yeməyi, samolyot, təyyarə bileti, hər bir şey daxildir, düzdürmü? Biz klinikada bunu qurduq. Biz 8000 insana zəng etdik. 8000 insana zəng etdik pasiyentlərimizə. Sizə ödəmə necə olsa rahatdır. Biz bunu öyrəndik. Doktor, endirim olsa da olar, olmasa da biraz ödəmədə rahatçılıq eləsəniz bizim üçün rahat olar. Okey. Hissə ödəmə elədik. Ekstra faiz olmadan. Çünki mən faizin haram buyurulduğunu bilərək, ümumiyyətlə bizim klinikada ekstra faiz falan bu şeylər ola bilməz. Bu şeyləri yığışdırdıq və komanda işində bunu qurduq. Ondan sonra düşündük ki, klinikada nə ola bilər, nə edə bilərik? Baxın, bunların hamısı sadə araşdırma deyil, ciddi araşdırmadır, komanda işidir, ciddi tələb olunur ki, nələri edə bilərsiniz. Ondan sonra Ferrari. Hamımız Ferrari-ni tanıyırıq, düzdürmü? Və sevirik. Kimi üçün bahalı, kimi üçün əl çatmaz, kimi üçün xəyalında tutduğu bir maşındır. Amma əslində Ferrari maşın deyil. Ferrari bir ailədir. Ferrari bir sevgi ocağıdır. Ferrari'nin logosu sevgidən əmələ gəlmiş bir logodur. Və bu Ferrari'də mən dəfələrdən olanda bunların necə komanda formasında işləməyini gördüm. İşçilərin hər birinin necə gülərüz olduğunu gördüm. Tənbəllik eləmədim. Dünyanın bir neçə yerində Ferrari'nin şəhərciklərinə falan hamısına getdim, girdim. Gəzdim, günümü keçirtdim orada. Bir şey uğurladım.
Biz öyrənmək, oğurlamaq deyirik. Yəni oradan nəsə öyrənirsiniz. Yəni özünüz üçün lazım olan şeyi oradan oğurlayın, öyrənin. Və klinikaya döndüyümdə artıq bunu da oraya əlavə elədim. Əlavə elədim, nə iş əmələ gəldi? Komanda, gülərüz personal, düzgün xidmət, keyfiyyət həmişə ən yaxşısı olmalıdır. Yəni bunların hamısını qurduq bir yerdə. Və ondan sonra Lovely Dent'in əsasını başladıq əmələ gətirməyə. Bu hara getdi? İnsan məmnuniyyəti. Və burada bir işçimizi götürdük. Artıq 10 ildir məndən işləyir Günay xanım. Günay xanım artıq klinikada həqiqətən məndən sonra ən çox əməyi olan insandır, rahat deyə bilərəm. Buradan da təşəkkür edirəm, salam deyirəm Günay xanıma. Və Günay xanımı ISO standartını Azərbaycanda ilk dəfə Lovely Dent klinikasında, yəni Azərbaycan klinikalarda yox, Lovely Dent klinikasında qurması üçün universitetə yazdırdıq və onunla yanaşı Azərbaycan bölümündə ISO standartını təmin edən və bu kursları keçirdən və bu standartı bir şirkətə otuzduran firma ilə müqavilə bağladıq və o firmadan da hətta bir insan istədim ki, klinikanın içində otursun. Bu standartı quraq. Baxın, bir illə bu standartı qurduq biz. Bu standartı qurduq və o standartı qurmaq üçün də saysız finans itirdik, saysız zaman itirdik və həqiqətən ciddi personal itirdik. Niyə? Çünki o standarta uyğun olmadıqlarını gördük. Həm qanuni tərəfdən sertifikasiyası yoxdur işçinin və yaxud da ki, bu bölümümüzə bitirməyib, o işçilərin hamısını çıxartdıq. Niyə çıxardıq? Məcburuq. Çünki bizim dövlətin qanunu deyir ki, bu şəkildə işləməz. Görün, biz bir dənə standartı qurmaq üçün nə qədər şeylər fəda etdik. Yəni, bunların hamısı əziyyətdir. Durmadan, illərdir, Rüfət bəydən ilk dəfə orada danışdığımızdan sonra bu günə kimi elədiyimiz işlərdir. Və bu işləri eləyəndə biz nə qazandıq? Dəyər qazandıq. Biz yenə nə qazandıq? İmic qazandıq. Etibar qazandınız. Biz yenə etibarı ən axıra saxlamışıq. Çünki bizim insanlar etibara hələ qazandığı o etibarı əldə etmək üçün deyir ki, həkim özünü öldürməlidir, bu şey eləməlidir. Çünki bizim insanlar həqiqətən Avropadan fərqli olaraq bir balaca həkimlərin yarı yolda qoyanlardır. Bir balaca yox. Həqiqətən ciddi o problemimiz var. Məsələn, burada bu şey budur, keyfiyyətə baxmadan yön dəyişənlərdir. Şükür, bizim pasiyent qrupumuzda elə yoxdur, amma yəni, bu yönümlüdür. Onun üçün etibarı ən axıra saxladıq. Etibara kimi biz o qədər şeylər qazandıq ki, bu sistemi qurana kimi. Ən axırda da etibar qazandıq. Şirkət günü-gündən fərqli yerə gəldi. Yəni, baxın, əgər statistika aparma bilirsinizsə, bir şirkət hər il 50%, 70% uğurdan qalxırsa, o deməkdir, bunu yaxın 10 illərdə artıq çox ciddi şəkildə bir uğur gözləyir. Hətta elə bir şey gözləyir ki, yəni şirkət istədiyi finansı, şirkət istədiyi sistemi tam rahat şəkildə qurmaq gücünə sahibdir. Niyə? Çünki etibarlı pasiyent kütləsi var. Yəni biz şirkəti qurarkən çox yollar keçdik. Hə, bu bizim istədiyimizdir. Yaxşı, hər şey düşündüyümüz kimi olurmu? Xeyr, dostlar. İndi gəncsiniz. Zaman gələcək, hər biriniz gözəl şirkətdə işə girib və fərqli şəkildə özünüzü təmsil etməyə, şəxsinizi təmsil etməyə çalışacaqsınız. Kimsə təmsil etmirsə, baxın, şəxsinizi təmsil etməyə çalışacaqsınız. Orada çalışın, birinci növbədə şirkətin idarə edən insanın yanında etibarlı olduğunuzu göstərin. Yəni, bunu sözdə göstərməyin. Həqiqətən elə olun. Biz Koroğlu dövründə yaşamırıq, konstitusiya dövründə yaşayırıq. Biz hər şey sənəd üzərindəyik, amma yadınızda saxlayın, kişinin sözü bir olar. Bu gözəl bir vərdişdir, bu gözəl sözdür. Bu deyimi qulağınıza saxlayın, bu qadına kişiyə aidiyyəti yoxdur. Yəni, söz kəsər olmalıdır. Sözü bir dəfə dedinsə, özün o sözün ağırlığın başa düşüb, özün o sözə riayət etməlisən, sabah qarşı tərəflər o sözünə görə sənə o qədər dəyər verəcək. Sənin cibində pulun olmadan gedib istədiyin yerdə qiymətinə asılı olmayaraq hər hansı bir şeyi o sözlə alıb gətirə biləcəksin. Mən bugün beləyəm. İstədiyim, istəyir maşın olsun, nə olur olsun, ev olsun belə, mən sözümlə ala bilirəm. Yəni, dostlar, sizə həqiqətən həyatınızda belə uğura getməyinizi qismətiniz olsun deyirəm. Çətin yolla, yəni çünki bu çətin yoldur. Amma mən bu günlərin bu uğura getmək üçün çox əlləşmişəm, çox çalışmışam. Hamı yatanda mən oxumuşam.
Yəni dəfələrdən, məni izləyənlər bilirlər. Mən saat 4:45-də dururam, 6-da artıq işimə başlayıram, saat 5-in, 6-ın yarısında işdə olmuş oluram. Niyə? Nə üçün? Çünki analiz apara bilirəm. Baxdım ki, hansı şirkətlər hansı saatda işləyir, analiz mütləq şərtdir. Bu saatda problemimiz var, bu saatda özümə aktiv iş əmsalına çevirdim və insanlar da məmnundur. Hə, gələk bizim problemlərimizə. Bir işçi götürdüm, həmin müddətdən gedir. O işçi istədiyim qədər finans ayırdım. Kassamda pulum olmadı, kredit çəkdim, finans ayırdım. Çünki bilirsiniz ki, şirkət qurursunuzsa, bu şirkəti quranda sizin vəsaitiniz istədiyiniz qədər olmadı. Sizə mütləq şəkildə bir biznesdə partnyorluq edəcəyiniz bir dost şirkət lazımdır. Yəni dost deyəndə, yəni daim kredit çəkə biləcəyiniz bank şirkətləri lazımdır. Və bir işçi götürdüm, dərhal yanına ikinci işçini götürdüm, üçüncü işçini götürdüm. Bir yerdən sonra elə bir yerə gəldim ki, işçi sayım artdı. Hər bir şeylərinə kimi aldığım, tədrislərinə kimi kömək etdiklərim artıq mənim pulumu sayma başladı. Amma həmin vaxt mən pul qazanmırdım ki. Həmin vaxtı gəlirimi məqsədimlə birləşdirirdim. Eyni gələn dövriyyə pulu eyni sistemə qoyurdum. Gələn dövriyyəni eyni sistemə qoyurdum. Amma işçilər düşünürdü ki, doktor bu qədər qazanır. Yəni, axı niyə? Doktor sizin üçün çalışır. Siz evdə olanda doktor çalışır. Siz yenə evdə olanda doktor klinikanın bağında gül düzəldir. Və yaxud da ki, hamıdan tez gəlirəm, əgər tez xəstəm varsa, yerləri belə özüm siləm. Niyə? Çünki Lovely Dent mənim evim kimidir. Siz mənim evimə qonaq gəlirsiniz. Orada yerdə çirkli olması, ekstra bir şey olması məni utandırar. Şirkət işçisini utandırmaz. Şirkət sahibini utandırar. Mən bu cür olmuşam. Çox özür istəyirəm ifadəmə ki, ayaq yoluna girib, ayaq yolunun tam səliqəsinə baxmışam ki, birdən adam gələr, birinci əlini yumaq istəyər. Baxın, otağa düşmək yox. Çünki ev sahibi sənsən, ev sənin. Bu şəkildə olmuşam. Və istəmişəm ki, şirkətdə işləyən işçilərə də finans ayırmışam. Ev almağına, maşın almağına hər bir şərait yaratmışam. Rahat deyirəm ki, Bakıda stomatologiyadan başqa bölümdən deyənmərəm. İkinci şirkət tanımıram ki, korporativ dəyərlərinə görə bizdən bərabər olsun, işçiyə bu qədər hörmət edib finans ayırsın. Amma səhv yolda olduğumu gördüm. Yəni, bunları eləməyinə baxmayaraq... Biz bunu danışacaqdıq. Biz vaxtı ikən, biz birinci danışanda mən sizə nə deyirdim? İşçiyə bunu eləmək lazımdır. Mən ideal işçi yetişdirirəm, mən insan yetişdirirəm. Dostlar, mən səhv edirəm. Mən bu günə kimi heç nə yetişdirəməmişəm. Yəni, bu günə kimi, bax, ilk dəfə burada deyirəm mən buna. Heç yerdə deməmişəm. Ya, qardaş, bəlkə yetişdirmirsən, bu günlərə yetişdirdiyin adamlar öz sahil. Deyəcəm, mənim əzim. Yəni, öz yanında yetişdirib saxla. Sən fikrin o idi ki, daha da böyüyəsən, daha da güclü olasan. Yəni, məqsədin o idi. Sən onu yetişdirəsən ki, bu günləri Lovely Dent ailəsi səni böyüdür ki, burada daha da biz böyüyük. Ancaq onlar tamam başqa yolu seçirlər də. Baxın, dostlar, işçini götürdüm. Sıfırdan. Sıfırdan. Yox, sıfır deməzdim, bəzən sıfır çox rahat bir həyat tərzidir. O dibdən yəni. Mənfi başqa bir şeydir. Mən mənfidən götürdüm çox işçini. Ölkəni tərk etmək istəyən, evini, eşini satmaq istəyən işçi götürdüm mən işə. Adını demirəm, onu artıq özü bilir kimlə danışıram. Bu cür işçilər götürdüm və bu işçini öyrətdim, pul qazanma, necə qazanma, adını belə, adında olan uğuru adının qarşısına yazma qorxan işçilər götürdüm. Və bu işçiləri öyrətdim. Ortaya çıxartdım və düşündüyüm Rüfət bəyin dediyi kimidir. Artıq 4 il, 5 il bunlara finans ayıracam, bunları komanda şəklində tam olğunlaşdıracam, formalaşdıracam və yekunda nə olacaq? 5 ildən sonra əlimi cibimə qoyacam, sistem işləyəcək. Bir xəyal yox, 10 dənə xəyal yetişdirmiş olacam. Amma nə oldu? Bir etapdan sonra bir finans qazanan, yəni o finans onun düşüncəsi ilə, məsələn, hədəf böyüklüyü dediyimiz bir şey var. Onun hədəfi düşünülmüş ki, yəqin ora ən böyük hədəfidir. Ora çatdıqdan sonra nə elədi? Yəni, ayağa qalxandan sonra. Ayağa qalxandan sonra artıq yanımda gəzmək yox, addımlayarkən önümə keçmək istədi. Və önümə keçəndə nə oldu? Hər dəfə dəydim, dayandım. Dəydim deyəndə axırı bir dəfə kənarlaşdırmalıyam. Bu şəkildə 1, 2, 3 bu işçiləri yavaş-yavaş gördüm ki, işçilər tam fərqli yerə gedir. Televiziya reklamı olsun, qeyri-adi başqa bir işlər olsun. Yəni, baxın, bizim klinikanı tanıyan bilir, limit yoxdur. Ürəyiniz istəyən hər bir şərait var, gənc üçün. I smile. I smile. I smile. Thanks to Lovely Dent Clinic. Həmişə demişəm, mən bir sürət qatarıyam. Mənim trayektoriyam bəllidir, mənzil başına gedir. Lokomotiv yəni. Bəli. Mən ora gedənə kimi o qatara çox insan minəcək, düşəcək. Amma yekuna gedib çatanlar məndən ev sakinləri olacaq.
Təbii ki, həkim gələcək, işçi gələcək, işləyəcək, düşəcək. Amma ən əsası odur ki, oradan necə düşəcək? Yəni işdən çıxanda da necə işdən çıxmalıdır? Yəni insanlar bunu bilməlidir. Və bir günə 22 işçi çıxartdığım gün olub mənim. Bir klinikamı tamamilə bağlamışam. Tam bağlamışam. Çünki o qədər həddindən artıq səhvlər ediblər, o qədər şirkətin əleyhinə danışıblar, hər şeyi, sistemi pozmağa çalışıblar və o işçilərdə gördüyüm şey ancaq xainlıq idi. Axı, bir baxın, Lovely Dent klinikasında işləyən həkimlərə, indi işləyən Instagramda görünür də, xəyal doktora kimi, yəni Lovely Dentə kimi və Lovely Dentdən sonra. Baxın, görün, hansı trayektoriyanı insanlar inkişaf edirlər. Sonra, xəyal doktordan sonra necə olur? İspat. Düşür. Amma düşdüyü yerə tam düşmür, düz gedir. Amma xəyal doktora kimi əvvəl tam başqa idi. Xəyal doktor onu necə qaldırır? Yəni, qaldırmaq burada nədir? Həyat tərzi. Qaldırmaq nədir? İnsanların Düzgün istiqamət vermək. vaxtlarının düzgün bölünməni öyrədirəm. Güleyfə xanım yanımda işləyir, marketinq bölüm rəhbərimdir. O bilir, hər gün onların həyatına oturmuşam mən. Bildiniz oturmuşam. Yəni, nə mənada? Yaxşı mənada. Bax, gəlib siz vaxtınızı boş itirməyin. Bax, bunu işi görə bilərsən sən. Sən daha inkişaf elətdirə bilərsən özünü. Bizdə, məsələn, sadə bir şey deyim, marketinq tərəfindən deyim. Bizdə marketinqdən gələn gəliri onun özünə xərclədirəm. Faizi var. Niyə? Deyirəm, bu faizi sən cibinə qoyursan, bu faizi isə şəxsini inkişaf elətdir. Bax, yenə ona verirəm. Amma özünü inkişaf elətdir. Nə bilim, ekstra proqramı al özünə, ekstra nəsə lazımdır, al. Avadanlıqlardan danışmam, ondan sonra mən alıram. Amma şəxsi inkişafın üçün çalış. Təsdiqləyirsiniz? Yəni, bu Lovely Dent biraz fərqli bir yerdir. Və bir etabında gəldi, işçilər çıxartdıqdan sonra mən məyus oldum və düşündüm. Niyə də insanlara bu qədər yaxşılıq eləyirsən? Axı, mən insan yetişdirməyə çalışırdım. Mənim mövzum bu gün insan yetişdirirəm. Mən hər dəfə böyüklər deyəndə, yox, nə danışırsınız, siz işi bilmirsiniz. Mən elə bir insanları yetişdirəcəm ki, o insanlar Lovely Dentdən heç vaxt çıxa bilməzlər. Yəni, elədiyim yaxşılıq tək ki, mənim övladım qarşına çıxsın. Həmişə belə deyirdim. Amma bir etapdan sonra gəldim ki, nə insan yetişdirmişəm, nə komanda yetişdirmişəm. Sistem işləyir. Baxın, pul qazanmaq, bir insan pul qazanırsa, uğurlu insan sayılmır. Yəni, pul qazanmaq uğurlu insan demək deyil ki. Bir gün qismətini çəkər, təsadüfən düşər, pul qazana bilərsən. Elə bir yer olar ki, təsadüfən bir dostun səni harasa bir yerə qoyar, məndən 10 mislini qazanarsan. Uğurlu həyat, uğurlu insan olmaq bu deyil. Status, şəxsiyyət, uğur budur. Bugün həyatda status, şəxsiyyət. Mən bayaq nə dedim? Dedim, gedib maşını belə sözümlə ala bilirəm. Baxın, bu statusdur. Bu bir şəxsiyyətin formalaşmasıdır. Bu, insanların sənə olan sonsuz etibarıdır. Və o qədər işçini çıxartdıqdan sonra klinikada bir sakitçilik oldu. Düşündük ki, dövriyyə dəyişəcək, hər şey dəyişəcək. İnanın ki, bir ay dövriyyə dəyişmədi. Bir ay dövriyyə aşağı düşmədi. 22 işçi çıxsın, finans aşağı düşməsin, düşmədi. Yəni, bunu sizə niyə deyirəm? Bəzən həyatda yox deməyə bacarmalısınız. Brian Tracy'nin əsərlərindən var, bəhanələrə son, yox deməyə bacar. Yəni, bunlar həqiqətən, bunlar da hardan öz maşınım? Təbii ki, kitablardan. Yəni, bu şeyləri etməyə bəzən qorxmayın. Bəzən olar, bir işçi çıxmaq istəyər, dizinizi atın, o işçini qoymayın çıxmağa. Yəni, bundan çəkinməyin. Bu sizi qırmayacaq. Dəyərli insana dəyərli olduğunu göstərmiş olursunuz. Amma elə bir gününüz olacaq ki, işçi sizə o qədər xeyir verir. Yəni, mənim həyatımda da var, yenə ad çəkə bilmərəm. İşçi mənə yetərincə xeyir verir şirkətimə, amma o işçinin klinikamda olmağına gönlüm razı deyil. Niyə razı deyil? İnsan pul qazandırırmı şirkətə? Qazandırır. Amma o şəxsiyyəti yoxdur. Şəxsiyyətin yoxduğunu, bunu sizə ətraflığını açıqlaya bilmirəm. İnsanın olduğu yerdə yalnız insanlara hər tərəfə problem yaradır. Və onun üçün nə etmək lazımdır? Bəzən yox demək bacarmalısan, bəzən o finansdan əlini üzməlisən, o insan çıxmalıdır.
Bu gün klinikada elə bir artıq ortam var ki, mən ora əylənə-əylənə gedirəm. İşçilər ora gələndə gülə-gülə gəlməlidir. Bunu təmin etməyə çalışıram. Və o sistemi gətirdik, çıxartdıq, bir işimiz qalıb. Rüfət bəydən onda videomuz çəkəcək. O işimiz nədir? Mən 1 il 2 aya 1248 kitab oxumuşam. Təbii ki, ardını da oxumuşam. Amma həmin vaxtda rekordum o idi. Və onun üzərindən də Sarının Sirləri adlı əsər yazıb, izləyirsiniz, bilirsiniz, əsər yazıb dünya turuna çıxmağa hazırlaşıram. Və mənim son hal-hazırda 37 yaşım var, bu 40 yaşımda olacaq. Layihənin də adı bu şəkildə olur. 40 ilin xəyalı. Adım xəyaldır. 40 illik bir həyat təcrübəm var, həyat yaşamışlığım olacaq və 40 ilin xəyalı adlı mövzu ilə dünya turuna çıxacam. O tura çıxmamışdan bir yerdə müsahibə verəcəm. O da Rüfət bəyin yanında. Çünki mən sadiqliyi sevirəm, bilirlər. Məsələn, bu cür danışıqlar olsun deyə bir çox universitetlərdən, şirkətlərdən istəklər gəlir. Getmirəm. Çünki insan özünün dəyərli olduğunu, ona dəyər verilən yerdə olduğu zaman onun dəyəri görünür. Mən bugün burada dəyərliyəm və burada mənə xoşdur. O kitabın təqdimatı olacaq. Kitabın təqdimatı olandan sonra 365 gün dünya turuna çıxacam. Və o çıxmamışdan verilişimizi çəkəcək. Orada dediyimizin maşınımız, işçilərin maşını bu olmalıdır, maşınların nömrələri bu olmalıdır. Bunların hamısını eləmişik. İşçilərin finansı bu olmalıdır, bunları da eləmişik. Lavidentin statusu bu olmalıdır, eləmişik. İllik dövriyyədə qazancı bu olmalıdır, min şükür vurmuşuq hədəfi, keçmişik. Bugün biz artıq hələ 3 ilimiz var startupımızın bitməyənə. Amma o hədəflərin hamısını vurmuşuq. Baxın, əgər bir insan nəyisə istəyirsə, olur. Kimə rağmen, kimlər qarşına çıxsa da, kimlər yoluna daş qoysa da, fərq etməz. İnsan istəyirsə edir. Təbii ki, bunda sizin zəhmətiniz 2 qrupa bölünür. Finans və yaxud da zaman. Baxın, demirəm, gündə oturub işləmək. Bu işləmən özü də zamanla ölçülür. Finans ya kimsə bu klinikanın ərsəyə gəlməndə sizə çıxardıb 3-5 milyon verməlidir. Siz onu qurmalısınız, zamanınız getməlidir. Getməyəcək. Amma siz buna xoşbəxt olacaqsınızmı? Olmayacaqsınız. Yəni, mən tam sizə əminliklə deyirəm, olmayacaqsınız. Bir insan xırda bir uğura özü gedib zəhmət çəkdikcə, o uğurun üzərində işlədikcə, nail olduğunda zövqü tam yuxarı pik həddə çatır. İstəyi, xoşbəxtçiliyi. Amma siz onu kimsə sizə rahatlıq da versə, bugün mənim danışdığım kimi rahat danışa bilməzsiniz. Bəzən inanın ki, elə bir insanlar var ki, bu məclisdə yox, kənardan bu videoya baxacaq və deyəcək ki, bir dənə maşındır, 2 dənə evdir, bir dənə klinika, neyiniyirsən, neysə? Yəni, nəyin uğrunla danışırsan? Baxın, dostlar, uğur bu deyil. Uğur sənin həyat hekayəndir. Əgər mənim bugün sosialda hədsiz insan yazırsa, bugün Azərbaycanda bu yerə gəlmişiksə, demə mən uğurlu insanım. Uğur odur ki, bir insanın, bir gəncin, oturubsuz burada, maşallah, sayınız da çoxdur. Hər birinizin həyat hekayənizdə zərrə qədər də olsa, qalxışda bir rolumuz olacaqsa Rüfət bəydən mənim, demə biz uğurlu insanıq. Siz bizi izlədiniz və oradan özünüz üçün nəsə öyrəndiniz. Ki, mümkündür olacaq da. Çünki biz bugün burada oturmaq üçün o stollarda biz çox oturmuşuq. Şəxsən 2008-ci ildə ilk dəfə konferansa bura qatılanda durmuşdum ki, bu vəziyyətdə bir nəfərdən bir şey öyrənim. İnanın durmuşdum. Restoranda oturub çörək yeyəndə bir dənə şəkil çəkdirəndə belə bir dostumuz vardı. İndi dostluq elədiyimiz həkim belə bir söz demişdi. Gəlib siz bəzi də paparazilik elədiniz, qoyun çörəyimizi yeyək. Yəni belə demişdir, xətrimə dəymişdi bu mənim ki. Yəni birinci dəfədə gəlirdim və orada yemək yeyəndə şəkil çəkdirmək istəyirdim. Bu sözlər deyiləcək. Küsüb kənarda durmaq lazımdır, inadına orada durmaq lazımdır. Bugün inadına durmuşam. Bəzən adam var ki, mənə alo deyir və deyir ki, doktor, sən nə edibsən? Bunu mən etmişəm, bunu mən etmişəm deyirsən. Deyirəm, bəli, mən etmişəm. Bəziləri sizə maşını atanız alındı, mən atma maşını almışam. Bəzilərini sizə evinizi, atanız sizə alındı, mən atama ev almışam. Çox özür istəyirəm, həyat yoldaşınızı, dədəniz seçəndə mən həyat yoldaşımı sevib almışam. Mən oradan danışmayıb, siz danışacaqsınız.
Yəni baxın, heç bir şəkildə negativlərin sizi düşündürməyə, qarşınızı almağa icazə verməyin. Əgər bir qrupda oturubsunuzsa, içinizdən danışırsınızsa, kimsə iki qulaq sizi dinləyirsə, orada danışın. Amma sizi dinləmirlərsə, arada siz danışa-danışa, baxın, həyat təcrübəmdən deyirəm, kimsə qıraqdan bir dənə söz deyirsə və o insanın fikri o yüzden dönüb qayıdırsa, orada danışmayın fikirlərinizi. Çünki dəyərsizsiniz orada. Şəxsən öz qrup yoldaşlarımı bir gün klinikam təzə açsanda dəvət elədim klinikaya. Çünki gələk deyirlər. Baxın, hər biri, indi baxacaqlar da, hər biri çətinə düşəndə mənə zəng ediblər. Telefonum doludur ki, WhatsAppdakı şəkillər də. Doktor, bu problemi necə aşaq? Hər birinin. Amma vaxt gəldi, o klinikada düzəltdiyi halda, bu yerə gəlib çıxanda, bunlar burada qalanda, istədilər gəlsinlər, dəvət elədim klinikaya. Amma mən uğur hekayəmdən danışanda, bu divarın daşını mən eləmişəm deyəndə, sevgi ilə deyəndə, yəni pul vermişəm, usta işləyib yox, özüm etmişəm. Onun hər bir bölümünü əlimlə etmişəm. Rüfət bəy bilir. Bunu danışanda gördüm ki, aralarında zarafat edirlər. Bir sözü 2 dəfə dedim və bir dəfə bir söz dedim. Dedim, bir də sizinlə bu haqda heç vaxt danışmayacağam. Buradan çıxan kimi də hamısının nömrəsini siləcəm. 2 balam and olsun, hamısının nömrəsini sildim. Bir də o uğurdan heç kimə danışmaram. O qrupdan. Və olacaq da bu gündə telefonumda var. Yenə hansı qrup yoldaşım, patok yoldaşım, problem var, nə edə bilərəm? Dedim, gözüm üstə, sən göndər edərəm. Ödənişinə qədər heç bir problem yoxdur, sən narahat olma. Həkim yoldaşıq edərik. Bura qədər. Yəni, bəzən olduğunuz yeri özünüz təyin etməlisiniz. Öz dəyərinizi özünüz təyin etməlisiniz. Həyatda kiminsə sizə dəyər biçməsini icazə verməyin. Öz dəyərinizi özünüz biçin. Öz dəyərinizi özünüz biçdikdən sonra inanın ki, ailənizdə belə sizə olan hörmət, sizə olan sevgi, bir məclisə girəndə gəlibsən, otur orada. Bu şeylər gördüyünüz var, oturmayın orada. Yəni, istəyir işinizdən asılı olmayaraq. Baxın, dostlar, bir şəxsiyyətin formalaşması onun işi deyil. Onun pulu deyil. Mənim elə bir dostum var idi ki, onun elə bir pulu yox idi, biz onu çox istəyirdik. Yəni, yox idi. Sadəcə başqa ölkədə yaşayırdı. İndi Amerikada ən ziyangin insanlardan biridir. Və adı da bəzi imkanlar siyasına düşüb adını çəkmir. Mən bu gün ondan fəxr edirəm. Yəni, bu şəkildə olmalısı. Sizin cibinizdə pulun miqdarı sizin orada oturma, burada otur dedizdirməməlidir. Çünki onlar, üzr istəyirəm, nəyəsə görə yaltaqlıqla bu şeyi istəyir deyə sizi orada oturur. Heç vaxt orada oturmayın. Sizə də maraqlı olmasın. Biz bir sistemi quranda klinikanın içində o bayaq dedim, mənim 2 səhvim olub, 2 insan səhvim olub. 2 insana elə bir stomatologiyada elə bir addımlar atmışam ki, öyrətmişəm ki, amma dəxilsiz bir yerdə finans üçün başqa bir şeylər ediblər. Və nə eləmişəm? Bir ömür qulağımda sırğı olub. Onu bir də təkrar etmərəm. 2 insan mənə həyat dərsi verib. Bugün hər şeyi, klinikanın sistemini, hər şeyi sıfırlamışam. O qədər pul itirmişəm. Hər şeyi elə bir həddə gətirmişəm ki, Rüfət bəy, hər şeyi tam qanunu. Bəzi işçilərim var idi, onları belə çıxardıram, istədiyim qanunu işçi. Yəni, qoy dövlətin qaydası budur, bu qayda ilə də gedək. Razıyam, finans itirirəm, bəzi örgəşdiyim kütləmi itirirəm, işçi kütləmi. Amma elə bir şey yaradıram ki, elə bir sistem yaradıram ki, yəni dövlət məmurları eşq olsun. Bu cür klinika, bu cür şirkət ölkəmizdə vardı deyə sözün desinlər. Məndə prinsip olub artıq, bunu edəcəm və bunu da dedizdirəcəm. Yox gizlənim, mənə heç kim görməsin, xeyr, göz önündəyəm. Həmişə göz önündə olmuşam. Və onu da ki, hər zaman zəhmətimizi sağ olsun, motivator kimi dostlarımız
həmişə bizi ortaya çıxardıb göstərib ki, bu insan siz yatanda işləyir. Əməyi böyükdür. Əməyə qiymət verin. Yəni bu şəkildə olan da olsa, mən niyə buranı sevirəm? Motivatorda niyə oluram? Çünki burada əmək üstən. İdmançıları çəkirlər, görürsünüz? İdmançılara kimsə dəstək olur. Orada, burada sən vurmasan, bitdi. Yəni orada varmı dəstək? Yəni dəstək yoxdur. Ona görə dostlar, düşünün ki, həyat bir ringdir. Sən özünü göstərməsən, sən oradan uduzub çıxacaqsan. Ən azından öz həyatınızda nəyi eləməlisiniz, bunu bilmək lazımdır. Qardaş, bu nə əziyyətli çəkirsən? Nə vaxta qədər evə su daşıyacaqsan? Biz necə eləyim, qardaş? Problemin həlli buradadır. Həm su daşımağa son qoyun, həm də keyfiyyətindən tam əmin olun. Məsələn, uşaqlıqdan danışaq. Mənim xalam oğlu var. Bu gün yanımda işləyir. Ramin Əliyevdir. Ramin Əliyev zərgər olub. Amma çox problemləri olub. Finansal problem olub, gözəl iş qabiliyyəti olub, amma finansal problem olub. Onunla biz uşaq vaxtında belə bir xəyalımız vardı. Onu danışmışam sizdə. Belə bir xəyalımız vardı. Düşün, oturmuşuq indi, biz xəyal qururuq. Baxın, mən o yaşımda xəyal qurmaqdan qorxurdum. Adım xəyaldır, o yaşımda xəyal qurmaqdan qorxurdum. Və düşüncəmiz belə idi. Dəniz qırağında 2 dənə evdir, ikimizdə də eyni evdir və ikimiz də maşından gəldik. İndi bunun xəyalını edirik. İkimiz də maşından gəldik. İkimiz də maşın üzr istəyirəm. İkimiz də maşınla gəldik və dönür deyir, mən sönüb buna deyirəm ki, 99, onunla da atamın 99-u var idi, Lada. 99-dan gəldik, dedi, yox, mən Porsche ilə gələcəm. Porsche-ni də biz ancaq turbo nakleykalarında görürdük, oynayırdıq, belə vururduq, çevrilirdi, belə vururduq. Yəni onu da görmüşük də. Mən buna dedim ki, normal bir xəyal qur da, belə bir şey qur ki, bu olan bir şey olsun da, yox 911 görüb, 911-dən gəlib. Adam məbilsiz nə dedi? Bu onsuz da xəyaldır da, bu maşınla gələk. Yəni belə bir yumşaqlıqdır da, bu onsuz da xəyaldır, belə maşınla gələk. Mən bugün dəniz qırağındakı ev, sürəcəyim maşın, bugün bütün xəyalımın ən lüksünü yaşayıram. Amma o xalam oğlu o pilliyə qalxması üçün bugün onunla bir yerdə mübarizə verirəm. Onu formalaşdırmağa çalışıram, indi özü görəcək. Onu formalaşdırmağa çalışıram. Nə mənada? Ancaq dəqiq olsun. Dəfələrdən ağladıram insanlara yalandan zamanı söz verdiyinə görə. Bugün niyə deyirəm? Mən gedib bir maşını sözümlə ala bilirəm. Çünki mən söz verdimsə əməl edirəm. Finansından asılı olmayaraq, zamandan asılı olmayaraq. Dostuma bugün Amerikaya gəlirəm deyirəmsə bilirlər. Axşam reysindən Amerikaya uçuram. Həyatda heç bir zaman pul qazanmaq eşqinlə yaşamayın. Həyatda yaşayın ki, bəlkə ola bilsin burada hansısa gəncin pulu məndən 10 dəfə çoxdur. Bilmək olmaz. Mən elə gənclər tanıyıram ki, elə oturub durduğum uşaqlar tanıyıram ki, 100 misli yox, 1 milyon misli məndən pulu çoxdur. 100 misli demirəm, baxın 1 milyon misli məndən çoxdur. Amma insanların nə həyatda mövqeyləri, nə tutduqları iş, nə də ki, ətrafları o deyil. Xoşbəxt deyirlər yəni. Xoşbəxt deyirlər və həyatda necə yaşamalı olduqlarını bilmirlər. O deyir, insanlar var, bugünkü günləri evdən çıxırlar kortejlə. Su da vermez. Piano, nə bilim, yəni su da verər. Su da verməsin. Su problem yoxdur, burada surə suları. Bizə hər zamanki dəstəyi olan. Həmişəki kimi surə suları, yəni bizə surə suyu həmişə dəstəkdir. Surə suyu da bilirsiniz də, ad hardan gəlir? Hə, hamı bilir. Bilməyənlər var yəni ki, bilməyənlər var, bilmirlərsə bu bizim şirkətdir. Qızımın adınadır, Surə qızımın adına. Buradan Surəyə salamlar göndərirəm, hal-hazırda dəstədir. O şimdi nə demək istəyirdim? İnsanlar var ki, bugünkü günləri həqiqətən bizdən qat-qat imkanlıdırlar. Yəni onlardan da imkanlılar var, onlardan da imkanlı var. Yəni imkan deyəndə ki, hara kimidirsə də və ümumiyyətlə insan həyatında pul vacib olan bir şeydir. Demək olar ki, ən lazımlı olan bir şeydir. Deyirlər, pul əl çirkidir. Hardasa, hardasa. Çünki bu günlər hər şey pul həll eləyir. Bunu bir real baxaq da, yəni deyirlər, o düzünə düzün deyək də. No, qədəri var da. Ancaq insanlar var ki, məsələn, bugünkü gün bizə lazım olan nədir? Məsələn, maşın olsun, yəni yaşamaq üçün, yəni xoşbəxt olmaq üçün müəyyən bir pul, yəni şey var da, dərəcə var da. Ancaq insanlar var ki, kortejlə çıxırlar, yəni bütün gün üzləri belədir.
Yəni necə mən artıq qazanım, necə mən, yəni bu insan gülmür, eləmir. Yəni bütün gün belə gəzir ki, mən bu günləri hardan qazanacağam, o mənə kim məni atacaq falan. Yəni yaşaya bilmir də, başa düşürsən nə demək istəyirəm. O xəyal doktor onu deyir ki, hə biraz yaşa da, biraz imkanın var, biraz sakitləş də, özünə gəl. Çünki həyat o qədər qısadır ki, yəni həqiqətən gözünü yumursan, açırsan, görürsən ki, 10 il getdi. Gələcəkdə övladlarınız deyirsə ki, mən bu istəkdə oxumaq istəyirəm, siz onun yanında olardı, təsəvvür gələcəkdə elə sən də atan kimi həkim ol və ya da mənim dediyim bir istəkdir. Gözəl sualdır, təşəkkürlər. Deməli, mən iki oğlumun ikisinə də bir taktika işlətdim. Onlara uşaqlıq vaxtı, yəni indi uşaqlar, yəni 3-cü, 2-ci siniflərində belə puldan tədris verdim. Bu nədir? Bir 5 alın, gətirin, 20 manat pul verirəm. Baxın, burada atam, dostlarım, bir neçə insan dedi ki, uşağı rüşvədə öyrədirsən. Olmaz, belə şey eləmə. Dedim, ata, uşaq o 5-i necə aldı? Oxudu, zəhmət çəkdi, 5 aldı. Mən bunu dəfələrdən etdim və bir yerdən sonra gördüm ki, uşaqlar artıq pul yığırlar. Pul yığma öyrətdim, pul almağı da öyrətdim. Yəni, onlara başladım qazanmağın bir neçə metodları var. Sən bu yaşda bu tərzdə qazanmalısan. Yaxşı, onu necə xərcləməlidir? Bunları biz valideyni uşaqlara öyrətməliyik. İstədiyini nizamlı şəkildə xərcləməlisən. Nəyə almaq istəyirsən? Bunu alma, bu yaxşı deyil, bunu al. Artıq xərcləməyə də istiqamət verdik. Və gəldik, çıxdıq, hara? Uşağı istiqamətləndirməyə. Uşağa balaca vaxtlarından qulağına fısıldamışam. Siz diş həkimi olacaqsınız, New Yorkda oxuyacaqsınız, New York dentistliğini bitirəcəksiniz və gələcəksiniz ölkəyə. Gələcəksiz ölkə. Bu sözə xüsusi toxunacam. Gələcəksiz ölkə. Və üstündən bir neçə il keçəndən sonra böyük oğlum gəldi, dedi ki, hardasa bir ayın söhbətdir. Dedim, Şahin, orada Amerikada 12 il oxuyacaqsan, yəni bilirsənmi bunu? Ayda, 12 il oxumaq istəmirəm. Bir Azərbaycanda da sürünürlər, gücdən danışırlar. Özümdə nə problemim varsa dildən artıq onlara hamısını aşılamışam ki, bir neçə dildə bilirlər. Şükür olsun ki, Fransız, İngilisi, Rusu, Kitaya, yəni şükür olsun ki, başqa bir yerdədirlər dil olaraq. Və dedi ki, 12 il oxumaq istəmirəm. Amma mən bir araşdırma eləmişəm. Dedim, nədir araşdırma? Sən dedin ki, dünyada ən yaxşı universitet diş həkimində New York dentistliyidir. Amma papa elə deyil, 19-cu yerdədir. Dedim, hansıdır? Dedi, Michigan Universiteti dünyada top 5-likdədir. Mənim elədiyim araşdırma, güya birinci yerdədir. Uşaq gəldi qabağıma qoydu ki, 13 yaşında uşaq, yox, Michigan Universiteti dünyada top 5-likdədir. Dedim, oğlum, ora gedəcəksən. Və balaca bizdə necədir? Mansur tam fərqlidir. Şahin nə olacaqsa, mən də ona oluram. O qədər bağlıdırlar. Şahin əskər olacaq, mən də əskər oluram. Şahin diş həkimi olacaq, mən də diş həkimi oluram. Dedim ki, bəlkə bu proqramı sevir. Məsələn, indi uşaqdılar, amma 11 yaşlar var. Onlar proqram yığırlar, sayt yığırlar. Yəni, proqramdan çox qəşəng işləyirlər. Və dedim, bəlkə bu proqramist olmaq istəyər. Qoy ürək nə istəyir olsun. İkisindən də oturmuşdum. Dedim ki, bəs Şahin, sən istəyərsən, başqa bir işdə işləmək istəyərsən, bəlkə bu 12 il sənə çox gələcək, bəlkə oxumaq istəmirsən. Yox, papa, diş həkimi olacaq. Dedim, dəqiq, dedi, dəqiq. Mansur, sən nə olursan? Şahin nə olacaq? Diş həkimi. Mən də diş həkimi olacaq. Şahin nə olacaqsa, mən də diş həkimi olacam. Dedim, yaxşı, olsun. Yəni, bəzən uşaqlara, qulaqlarına asla-asla pıçıldayaraq istədiyimizi elətdirə bilərik. Yaxşı, mən niyə diş həkimliyini elətdirirəm uşağa? Çünki mən atamın diş həkimliyini Titan Qızıl dövründən bugün rəqəmsal stomatologiyada pik həddə gətirilmiş One Day sistemini qurmuş insanam Azərbaycanda. Yəni, bu elə bir səddir ki, və Sirona şirkətindən, yəni dünyada bundan yuxarı label yoxdur. Yəni, bu ölkədə bizim tərəfimizdən təmsil olunur. Və bu cür işi qurmuş bir valideynin övladı həmin bölümdə daha yüksəkdə ölkəmizə daha fərqli bir stomatologiya gətiriləcəyinə inanıram. Surəsu şirkəti evlərə, ofislərə və bir çox dövlət əhəmiyyətli müəssisələrə 100% təbii minerallarla zəngin 19 litr və 0,5-lik qablarda su çatdırır. Mən ilk öncə Danilovun videosunu gördüm. Orada bir söz işlədmiş ki, elə mən logomu öz adım, familiyamı yaxşı səslənədə Danilov. Mənim də familiyam Tağıyevdir.
Mən etdim. Sənin familiyan püstü öyle öz aramızda. Mən etdim ki, elə yaxşıdır da, mən də özüm üçün bir brend yaradım. Hələ heç bir şey yoxdur da, dedim ki, yaradım da, gümüş işi ilə, görüm bir Bakıda özüm üçün bir şey deyə bilirik. Belə oldu ki, 1-2 aydan sonra müdürümlə faiz falan verəcəkdi. Dedim ki, çıxıram mən işdən. Ötün necəysən, müraciət edəcəm də. Sən burada iki tanımır falan filan. Mən sənin haqqıma olur, əmrəm, sən məni yarı yolda falan buraxırsan. Çünki yox, mən burada gələcək görmürəm, özüm üçün. Sən mənə 300 manat maaş verirsən, amma mən ev pulum 150 manatdır. Demək üçün, nəsə girdim çumun içinə, mən də çumun bölgündə işləyirdim də. Çıxdım administratorla danışdım, administrator dedi ki 700 manat. Cibimdə 5 manat pul var. Dedim, İlyas, yəni ki, mən özüm Lənkərandan gəlmişəm, mən hazır 20 yaşım var. İlyas ki, sənə 500 manata verərəm. Dedim, hə, yaxşı. Cibimdə hə 5 manat, düşdüm aşağı. Bir yaxın adam var idi, amma dedim ki, mən 1000 manat borc verə bilərsən. Heç problem yoxdur, axşam gələrsən, yaxın bir adam idi. Mən onları aldım, amma mankenimə pulum çatmadı. Mankenimə pulum çatmadı, öyle yırdım belə oturmuşam. Çumda belə adamlar var ki, biri yaxşı danışır, biri pis danışır, biri sən motivasiya salmaq istəyir, biri qaldırmaq istəyir. Gəlmişim, oturmuşam, biri gəldi, imkanı şaha, xeyir verdi. Məsələn, malın olsun, mənə qayıdır deyib, dedim ki, hə, bizdə İtaliyadan gəlir mallar, sayış vermişəm, gələcək də. Özümü də çünki şey göstərmək istəmirəm də. Zəif göstərmək istəmirəm. Çəkil, çox şey demə. Yo, qoy danışsın, qoy danışsın. Bu zaten olan şey danışır. Biz də siz sirrini deməzlər də. Bizdə o sir deyil, valla, mənim olanlarım elə göz qabağındadır. Yəni bu bir il ərzində necə elədin? Nətər elədin? Hə, danış. Hə, gəldim, orada bir yaxın adam var idi, mənim xətrimi istəyən. Gördük, gəldi, yığdı mənə ki, mənə yaxınlaşa bilərsən mağazaya? Hə, neysə, xeyirli olsun falan filan. İnşallah həyatda risk elə, gözəl olacaq da. Nümə yaxşı, neysə, əlini otdu belə aşağıdan bir salafan çıxartdı, mənə belə verdi. Dedim, nədir də bu? Götür, get. Götürdüm, gördüm ki, içində mankenlərdir, həmin adam da zərgərdir, işlənmiş mankenlərdir, mənə lazım deyil, götür. İstifadə eləyərsən. İstifadə eləyərsən. Neysə, yavaş getdim, götürmüşəm, qaçıram, sevinə ki, mənim mankenlərim var. Bir veriliş var idi, sponsor olmuşdum ora. Dedim ki, mən haradasa mən sizə mal verəcəm, siz məni TikTok üzərindədə mənə reklam eləyərsiniz. Dedi, problem yoxdur. Mən ora 300 manatlıq mal verdim. 300 manatlıq uşaqlar mənə deyir ki, sən nə mal mı var, sən 300 manatlıq da mal verirsən ora, sən batıracaqsan özünü, nə edəcəksən? Dedim ki, narahat olmadı, mən bir şey bilirəm. Yəni ki, mən ora 300 manatlıq məsəl üçün mal verdim, məsəl üçün 700-800 manatlıq pul məsəl üçün şeylərdir. Geri dönüş elədim. Geri dönüş elədim. Aha. Sonra yavaş, yəni mənim öz məsəl üçün müdürüm var idi ki, mən ona dedim ki, böyle bir şey eləyək, dedi ki, yox. O mənim uğurlamı görəndən sonra məni yığdı. Ola bilən sənə görüşək, problem yoxdur. Çünki mən açdığım vaxtda 2-3 dənə müştərilər var idi, yəni dindar adamlar idi. Onlar qızıl taxmırlar da, gümüş taxırlar. O bir şən zakazlar bizə vermişdi, mən də aparmışdım, müdürümə vermişdim ki, sən işlə. O qayıtdı, mənə bir müddətdən yığdı, gəl görüşək, yəni çay-çay, dedi ki, hə, dedi ki, Vüsal, çıx, məsəl üçün, falan yerə, cuma, hansı yeri istəyirsən götür, öz malımı da var, mən də sən üçün mal vuracam, satar. Mən iş təklif deyəndə şərifliyim. Dedim ki, yox, istəmirəm. O, boşu düşmürüm, necə istəmirsən? Dedim ki, mən şərif istəmirəm. Dedim, mən çatdım vaxtında, mən sənin yanındaydım da, mənim qəzimi niyə bilmədin? O, qaldı belə fikirləşdi. Dedim ki, yəni, mən indi uğurlar qazanmışam deyəsən, bu təklifi mənə edirsənsə, mənə lazım deyil də, bu şeylər. O, başqa şeylər, oradan da bir dostum var idi, deyir ki, vaxt var idi, sən Vüsala iş verirdin, indi Vüsal sənə iş verir, 4 də falan. Bu qayda budur da, qardaşım. Hə, güldük falan, amma şükür Allah, hər şey yaxşıdır, çətinliklər də çox olur. Məsəl üçün, mal gəlir, alıram, 100 manat məsəl üçün qazandım, 100 manatlar getdim, başqa bir mal aldım. 100 manat... Aborotdadır da yəni. Aborotdadır. Mən məsəl üçün, indiyə qədər cimdə deyim ki, 500 manat pul görməmişəm. Heç də mal aldım. Sən yox, biz özümüz görməmişik. Mən bir sistemim var, o sistem. Sən niyə görə sən orada uğur əldə elədin? Birincisi, öz inadına görə bu bir ki, sən ona inanırdın. Həm də ondan başqa bu fərq yaratdı. Sum deyəndə, məsələn, hamı nə deyir? Bəlkə qızıl olsaydı, qızıl alsaydın, sən orada uğur qazana bilməzdin. Sən gümüşə getdin və gümüşlə də o ki, deyirsən, namaz qılanlar var ki, hansı bugünkü günləri gümüşə daha çox üstünlük verirlər və onların tələbatın, yəni həm marka olaraq, həm də çeşidlər olaraq bundan sonra da artırmalısan.
Yəni model olaraq fikri başa düşürsün. Onu necə ki biz də bu günləri biz nə edirik? Məsələn bizim Xəyalın öz biznesi var. O biznes həmişə inkişaf edir. Həmişə avadanlıqlar alır. Məsələn One Day böyük bir summalıq bir avadanlıqdansa ki illəri gedib ki onun məsələn onun pulunu çıxartsın və ondan başqa yenə də nəsə alır. Ya pasta yeniliklər eləyir. Mənim özüm həmişə yeniliklər eləyirəm. Həmişə nəsə alıram, artırıram. Yəni bu qayda budur. Sualınız var, növbəti sual kimdəsə? Varsa, yəni verin ki, sonra demin ki, verin. Buyur. Məsələn, istəyirsə 2 il qabaq mən başqa yerdəyəm, indi başqa yerdəyəm, başqa mövqedəyəm. Yəni, indiki mövqeyiniz 2 ilə görə daha yaxşıdır da. Siz 2 il sonra indiki mövqeyinizə deyə bilərsiniz ki, məsələn, gələcək bilmək olmaz. Məsələn, 2 il sonra siz fikirləşə bilərsiniz ki, məsələn, indi 2 il qabaqçından daha yaxşı yerəyəm, 2 il qabaq məsələn, səhv yerəyəmişəm. Başa düşdünüz ki, Məmməcim, həyat o qədər fərqlidir ki, bugünün düşüncəsi, bugünün problemlərinə görə fərqli artıq düşünürəm. 2 il bundan əvvəl necə idi, indi necədir. 2 il bundan sonra təbii ki, problemlərimə görə çıxış mövqeyimi bugün düz seçmişəmmi, səhv seçmişəmmi, 2 ildən sonra analiz edib biləcəm. Amma indi heç bir şəkildə deyə bilmərəm ki, bugünkü qərarım da doğrudur, yoxsa yox. Buyur. Sualım Xəyal bəydir. Oxuduğunuz kitablara əsasən hansı mövzular olur? Yəni, çox maraqlı gəlmir. Mən də gələcək o kitabları oxuyub biləcəyim. Onun özüm üçün dedikləri öyrənmək istəyirəm. Mənim oxuduğum kitablar həyat tərzimdə istədiyim, yaşamaq istədiyim tərz necədirsə, eyni qrup kitablar oxuyuram. Məsələn, sadə bir misal çəkim. Evdə həyat yoldaşım bəzən səsin tonunu qaldırıb deyəndə nara xahiş edirəm, ucadan danışma. Niyə? O məni narahat etdi. İşdə, mühitdə bilirlər, biri-birinin dalınca danışanda qəti olmaz. Həyat tərzimiz yalnız pozitivə doğrudur. Məsələn, mən negativlər üzərində danışmağı, bura belədir, məsələn, bugün buradan çıxaq, Rüfət bəy suyu çox içdi, mən az içdim deyə dərd edəcək adam deyiləm. Amma o suyu mən də içməliyəm. Amma onu dərd etməyəcəm. Mövzu suyu isə çox içmək lazımdır. Məsələn, mən onu dərd etməyəcəm. Ona görə bugün oxuduğum kitablar B planını özündə əks elətdirməyən, yalnız motivasiyası olan, öləcəyimiz günü necə dinimizdə buyurulub ki, yaşadığınız, başınızı yastığa qoyanda son gününüz kimi düşünün, başınızı yastığa qoyun. Yəni, bunu necə düşünürüksə, bunun hamısını bilək, buna agah olaq. Amma yalnız pozitivə doğru. Oxuduğum kitablar motivasiyadır, idarə etmədir, təfəkkürün inkişafıdır, biznesin idarə olunmasıdır. Yəni, bu qruplar kitabı oxuyuram. Həmişə ilk kitabı oxumaq istəyən insana məsləhətim çoxlu kitab oxumaq deyil, doğru kitabı seçib, istədiyin şeyi bilib ona uyğun bir kitab oxumaqdır. Bəzən o doğru seçdiyin şey səni düzgün istiqamətləndirəcək. Yəni, mütləq şəkildə motivasiya, məsələn, Brian Tracy'nin Məqsədlər kitabından başlayın. Hər kəsə də deyirəm, kim almayıbsa alsın. Mütləq şəkildə onu oxudu, qutardı, mənə desin, ikinci addımını deyəcəm. Amma o qədər gözəl izahını verəcəm. Yatağınızı necə toparlamalısınız, bəhanələrə son qoymalısınız, tək yeməyib komandada necə işləməlisiniz, hamısının kitabları var. Motivator Fitness Club sizin daha sağlam, daha energetik və daha özgüvənli hiss etməyiniz üçün fəaliyyət göstərir. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Club. Kitablar gözəldir. Kitablar ümumiyyətlə insanların praktiki olan bir kim nəsə keçibsə, ondan sonra oturub onu yazır. Çünki o praktikada keçilməsə onu yazmağın bir mənası yoxdur. Çünki onları biz oxuyarkən biz zaten çox şey edirik. İnsan oxuduqca onu başa düşür də yəni. Və əsas məsələ odur ki, hamı oxuyur, hamı qulaq asır, hamı nə bilim. Ancaq ki, niyə görə məsələn 100%-dən cəmi-cüm 15%-də, 20%-də alınır hərəkət? Ən vacib olan məsələ insanın hərəkət etməyidir və kitabda öyrəndiyi mütləq sən tətbiq etməlisən. Tətbiq etmədən o kitab oxuyursan, o sadəcə o bilik kimi qalır. Ancaq əsas məsələ tətbiqdir. Oxudun, öyrəndin, hə, mütləq dur, tətbiq elə. Yəni oturma, dayanma. Bu günlər biz oxuyuruq, öyrənirik. Bu günlər nə qədər nələri öyrəndiniz? Mən də öyrəndim. Xəyal doktor da öyrəndi. Bugün biz burada oturmuşuq, burada o demək deyil biz nəsə. İndi qardaş danışdı, mən ondan çox şey öyrəndim. Siz danışın. Yəni hər bir insan çalışmalıdır ki, hər kəsdən nəsə öyrənsin. Ya da özünüzü ağıllı saymayın da. Oturumları ki, məsələn tutalım, mən ağlayayım, oturmuşam burada mən sizinlə. Xeyr, burada ola bilər insan olsun ki, məndən ağıl olsun. Burası onun vaxtı gəlib çatacaq. 38 yaşına gələndə gör nə olacaq.
Mən burada danışıramsa, o məsələn Amerikanın hansısa bir universitetində danışacaq. Niyə də olmasın? Mən də vaxt olub ki, nəsə istəmişəm ki, belə danışım, belə bir verilişim olsun. Yəni pis yaxşı çalışdığım qədər eləyirəm. Çalışdığım qədər də çalışıram ki, maksimum yaxşı bir proyekt olsun. Bugünkü gün Doktor Xəyal proyektindəsə deməli biz buna gəlib çatmışıq. Bizim dostlarımız var, tanınmış idmançılardır, tanınmış iş adamlarıdır. Onlar varsa deməli biz ona və çalışırıq daha da yaxşı edək. Kimin nə fikri var? Buyur. Ən favori kitabın hansıdır? Məqsədlər. Hər zaman ilkin olaraq hamıya tövsiyə etdiyim, sadə dildə yazılmış, insana özünü xatırladan, addımlar atmaqda sizə kömək edən, yəni mənim üçün əvəz olunmaz kitabdır. Təbii ki, ilkin etapda oxuduğum kitab, bugün yazdığım kitab onun üzərindən getmir, Ferrarisini satmış rahib üzərindən gedir, həsr elədiyim şəxs də odur, kitabı ona həsr edirəm, amma... Sən axırda prost Ferrarini alacaqsan. Amma... O satıb, sən alırsan. Ondan sadəcə məqsədləri necə qoymağı insanın, məsələn, orada o məqsəd nə idi? Onu satdı, getdi, rahat yaşamağı, insanlara dəstəyə öyrədir. Getdi, manaq oldu, nə bilim. Mənim, məsələn, məqsədim odur ki, insan hədəf qoyanda bu hədəfə gedərkən özünü öldürmədən, pulun xəstəsi olmadan, yaşayaraq... O pulun xəstəsi idi də, Xəyal. O pulun xəstəsi idi. Axırda da ürəyi dayandı. İş yerində elə çıxışı zaman tribuna daşır. Yəni, bizdə isə fərqlidir. Mən, məsələn, hal-hazırda işləyirəm, gecə-gündüz işləyirəm, amma işləməsəm ölərəm. İşimi sevirəm. Tezdən ora gələndə, məsələn, pasiyentlərimə baxıram. Az olsa, həmin gün yorulacam. Amma çox olsa, ümumiyyətlə yorulmayacam. Yeni insanlarla görüşürəm, yeni fikirlər alıram. Yarım saat işləyirəm, yarım saat söhbət edirəm. Yəni, bunlar gözəl bir şeylərdir. Amma məsələn, mən əvvəlki kimi işləmirdim, ancaq işləmə xəttini işləmirəm. Və özümü həmişə ödülləndirirəm. Məsələn, bu ay çox işlədim, mütləq şəkildə hər ay harasa gedirəm. Elə olur ki, adı olur, bir istiqamət tuturam, 4 ölkəyə girirəm. Yəni, ümumiyyətlə hər ay qaçıram arası. Qaçmasam, özümü yeniləyib, yeni fikirdən təyyarədə oturub, yeni ideyaları yazıb, gəlib, Güleyfə xanım kimi qızlarımızın başını xarab eləmək. Bu insan görün 6 dənə pasport dəyişib, düzdürmü? Nə qədər ölkədə olub, düzdür? Ancaq Azərbaycandan o tərəfə getmək fikri yoxdur da. Yəni, nə edirsə öz ölkəmizdə olur, düzdürmü? Kimsə sualı var burada? Sizcə biz məqsədlərimizi, hədəflərimizi kiməsə bölüşməliyik, ya bu düzgündürmü? Yox, yəni onlar bizə necə təsir edə bilər? Nə fikirləşirsiniz? Tamamilə bölüşməyin. Bölüşmə? Tamamilə bölüşməyin. Qardaşınıza da deməyin, bacınıza da deməyin. Bunu iki üslubdan dəyərləndirirlər. Biri var, bir insan məqsəd qoyanda, məqsədə nail olmadıqca insanın utanır və gələn dəfə məqsəd, hədəf qoymaqdan qorxur. Mən demirəm, ədəbiyyatlar deyir. Bir də var ki, negativ enerjilər. Negativ enerjilərin var olduğuna əminəm. Çünki əziyyət, Vandeyi apadanlığını gətirəndə mən elə bir şeydən qarşılaşırdım. Çəkirik iş başlayanda aparat dayanır. Paylaşdıq, aparat dayanır. Dəfələrdən göndəririk ki, Almaniya deyir, bir şey yoxdur, işləyir. Gətiririk ölkəyə, işləyir, çəkdik, paylaşdıq, avadanlıq işləmir. Yəni, bunu bir dəfə yox, 20 dəfə görmüşük. Ona görə mən sizə bir böyük məsləhətim, bir işi görmək istəyirsinizsə, ki, mən bunu bacarmıram, deyim sizə ağıl verirəm, amma mən bunu bacarmıram. İlla da kiməsə deyirəm, hətta dünən bir şey oldu, yoldaşımla danışıram, deyirəm ki, Nara, bir nəfərə deyim də bunu, ürəyim partlayır, yaxşı bir şey, bir nəfərə deyim. Deyir, demədə, deyirsən, həmişə olunmur. Özüm gücdən saxlamışam, sağ olsa, indi o iş almağa doğru gedir, belə beləyəm mən. Deyim, deməyim, deməyin. Bacarırsınızsa, özünüzü idarə edə bilsinizsə, deməyin. Deməyin, onun görün, alınma payı daha çoxdur. Bizim həqiqətən dost dediyimiz insanları mən görmüşəm. Cibinə pul qoyub, evinə yoldaşın yanında gedən utanmasın dediyim adamlar var ki, işçimə vermişəm pulu, bunu sakitcə rayona gedir, onun cibinə qoy, yolda əlin cibinə salanda cibində pul görsün. Amma bilməsin kim qoyub. Mən elə şeylər eləmişəm ki, yəni işçilərimə qarşı. Yəni bu günlərim, həmişə deyirəm, tək rəhbərlər mənim kimi olsun. Həmişə əsas sözümdür, Allah hamının ürəyinə görə versin. Və o adamlar belə gəlib vaxtı ikən hər şey eləmişəm, vaxtı ikən mənə hamı alqışlayanda biz deyirik də onu, nə dəxli var ki? Axı, elə deyil. Yəni, elə deyil. O bir vergidir deyim, o bir istək mi deyim, o kainata göndərdiyin enerjidir mi deyim, o bir fərqli bir şeydir.
biz necə istəyimizi göndəririksə, səni sevməyəni də istəməməyə göndərir. Və nə olur? Bay, alınmır. Ona görə çalışın deyimin heç kimə. Demək, söz daha yaxşıdır, ancaq ki, özünlə danışında, yəni bir də ki, insan bax, məsələn... Danışmayın, orada da var. Danışmayın. Əlbəttə ki, dünyada insanın öz nəfsi belə kəsir. Orada da var, danışmayın. Yəni necə planlaşdırsınlar onu da? Yox, planlaşdırmaq İçəridə planlamadan danışın. Baxın, mən məsələn, qəzanın olacağını qabaqcadan bilirəm, məsələn. Və yaxud da ki, nəslimizdə bilirlər, kimsə toy eləsin, məndən soruşurlar. Və yaxud da ki, klinikamız açılanda hamı dirənmişdir ki, bu klinikaya sən mümkün deyil, cərrahi ala bilməzsən. Bu olmaz, o olmaz. Hamıya biz siz nə dedim? Necə bayaqçı suala dedim, 2 ildən sonra həmin mövqeyə gələndə baxarıq, görək nə olacaq. İndi də eyni şey yaşayıram. Və ancaq inanıram, bir şey deyəndə tüklərim biz olur. Və onun enerji, istək enerjisi deyilən bir şey. Fenşu ilə mən çox məşğulam. Mən klinikamın bütün daşın divarını fenşu ilə qurmuşam. Çünki hər şey enerji üzərindədir. Səhər saat klinikaya girəndə negativ enerjini necə çıxartmaq lazımdır, pozitiv enerjini necə salmaq lazımdır. Və insanlar gəndə o sözü sənə deyirlərsə, demən bu həyatda realdır. Onun üçün mən həmişə elədiyim bir şey var. Bir şeyi özümlə danışanda belə o istəkdən onu danışmıram. Danışanda olmur. Onu istəyirəm, o enerjini. Özümlə danışanda olmur. İnanın öz gözüm dəyir. Yox, mənim özümün də göz nəfsim var. Baxın, sevincinizdən ağlayıbsınız. Mən həyatımda yaşadığım üçün sevincindən ağladım, dəfələrdən olub. Mən xoşbəxtəm. Yəni, onu dediyim bilsiniz nə qədər vaxt olub mənim. Min şükür olsun. Yəni, yeni deyirəm, bəzən bahalı maşın, bahalı ev, bunlar insanı xoşbəxt eləmir. Yəni, insanın tutduğu mövqeyi, balası, yaşama tərzi, nə bilim, dostları, bəzən insan o qədər xoşbəxt. Sən sevincindən ağlayırsan. Mən vallahi işdə aqresiv olduğum da olur. Mən aqresiv o vaxt işdə oluram. Bilirlər, işçinin insanlara yalan satdığı vaxtı. Bu nədir? İşçiyə, xəstəyə vaxt yazırsan, xəstənin vaxtını dəyişirlər. Və yaxud da xəstə söz verim ki, o sözü tuta bilmirik. Bu zaman mənim qabağıma, məsələn, klinikaya gedirsən, 30 nəfər adam var etsə, elə bir sən gedəndə hamı, o multfilmdə var, Maşa mevdidir. O balaca gələndə hamısı qaçır, gizlənir. Yəni, mən klinikada gedəndə hamı qaçır, gizlənir. Yəni, bu tərzdədir. Ona görə biraz enerji mütləq şəkildə özünün belə gözün dəyəcək bir enerji kütləsinə sahibdir insan. Sonra kimlə sualı var? Buyur. Yəni, sizin əsas hədəfləriniz nədir ki, bu qədər dövləti gəzməli, yəni əsas sizə orada motivasiya edəcək şeylər nələrdən ibarətdir? Mən də onunla bağlı özüm üçün bəzi çıxardım. Gözəl, sağ olun. Ümumiyyətlə, mən bugün o dünya turuna çıxmağa hazırammı? Özümdə hələ sistem olaraq hazır olmadığımı görürəm. Və bu günlərim səhər gəldim, sən oradaydın Güleyfə xanım, səhər gəldim dedim, bu gündən nə edirik? Ay sağ ol. Gəldi, deyir, dünən sənlə danışmışıq, etibar deyir. Dünən sənlə danışmışıq, bu gün nə dəyişdi? Yox, bunu bu cür eləməliyik, artıq dəyişdi. Bir il heç yerə uçmayacam, özümə qayda qoydum, bir dənə səfərim var, gedib gələm, tamamilə dondururam. Mənim planım var, bunları etməliyəm. Baxın, mənim motivasiyam nədir? Mən dünyanı gəzməyi sevirəm. İnsan çox gəzdikcə həyatın dəyərlərini görür. Və fərqli ölkələri görsən, fərqli gözəllik görürsən, problemlər də görürsən, yaxşı, pis şey də görürsən. Amma belə bir şey var. Bir insan sevdiyi bir işlə məşğuldursa, o işləməmiş sayılır. Mən onun həyatı boyu işləmirəm. Onu da özümə seçim olaraq həyat tərzimi ona görə qurmuşam ki, 40 yaşımda. Onu özümə işləmirəm, onsuz da. Mən işləyirəm işimdə, amma onu işləməmiş sayıram. Və mən düşünürəm ki, görüm 40 yaşımda özümə hədəf qoya bilərəmmi? İnsan söz deyəndə bunu icra edə bilirmi? Mən bunu özümdə yoxlayıram. Hətta mənim bir səs yazım var, o səs yazını xüsusilə saxlayıram. Bir yoldaşlıq elədim, dostluq elədim. Ən az 25 dəfə başqa ölkələrdə bir yerdə olduğum insan mənə səs atır. Və səsdə deyir ki, 40 yaşında, səs tonu var, 40 yaşında dünya turuna çıxacaq olan, bu qədər pulu vəsait olaraq kənara qoyacaq olan adam, indi işdən çıxıbsan, bizim şirkətin, bizim deyəndə mənim işlədiyim, çalışdığım yer Grand Hospitalın bağlanma dönəminə düşürdü, amma bilmədi ki, yəni mən yox, mən əksər daha yaxşı vəzifəyə getdim. Amma ona səhv məlumatlar gəlmişdi. İşdən ayrıldım, bu şey olmayacaq.
Yəni bu xəyalları biz çox istəmişik eləmək. Mənim kimi adam edə bilməyibsə, sənin kimi adam edə bilməyəcək. O əslində sənə motivasiya verdi, yaxşı motivasiya verdi. Çox gözəl motivasiya verdi. Bu insandan mən gözəl nəticə çıxartdım və ona bir səs yazısı atdım. Dedim ki, mənim əzizim, Allah razı olsun. Sən tipik filankəssən. Səs tonun, deyilişin, motivasiyadan aşağı salma insanı, amma mən vaxt gələcək bu səsini uğur hekayəmin qabağında səsləndirib, ondan sonra maşına oturub dünya turuna çıxacam. Və bunu da edəcəm və bilirlər, mən dediyimi edirəm. Və bu günə kimi nə demişəm, etmişəm. Və onu da edəcəm. Orada mənim motivasiyam Xəyal doktor yaşadı. Yaşadığı illərdə sözünü tutdu, uğur hekayəsini yazdı, möhründə qoydu. Kimlərəsə görə yox. Baxın, mən gedəcəm orada, bilirsiniz nədir? Mən maşınla gedəcəm. Allah qismət etsin, danışmışam bugün, Lambo ilə gedəcəm. Urus alırıq. İnşallah. Bununla gedəcəm. Arxasında bir qəşəng karavanım olacaq. Onun içində yatacam. Onun içində duracam. Yanımda bir dostum olacaq, qaynım olacaq. Adı Etibardır, Balam Etibar. Onunla dünya turuna çıxacaq. Amma istəyirik ki, bunu insanlar görsünlər. Yəni, uğur olaraq bizim hekayəmizi gördükdən sonra insanlar həyatlarında gözəl nəticə olaraq bizi görüb nəsə eləməyə çalışsınlar. Və orada bir həftədə də olması, 2 həftədən bir veriliş yayınlanacaq. 40 ilin xəyalı. Veriliş, orada bizim maşında bir dənə kameraman olacaq. Biz gündə nə edirik? Məsələn, çatdıq, bilmirik. Azad gedirik. Çatdıq bu ölkədəyik, bu ölkədə göl tapdıq, gölün qırağında maşını saxladıq. Orada bizim bu dəqiqə dostlarımız var ki, nə bilim, şişimizi, nə bilim, çaydanımızı, nə bilim, maşın üçün olan aksesuarları, çölə çıxanı nə lazım? Hərə bir şey alır, bizə hədiyyə gətirir. Biz bugün onu yığırıq. Biz bugün, o gün məsələn Dubaydan gələndə, bir həftə 10 gün bundan əvvəl, biz çamadanlar aldıq orada. Nə çamadanlarda? Fotoaparatlarımızı necə qoyacaq? Dağa qalxanda nəyi necə eləyəcək? Baxın, biz hər gün hazırlaşırıq məqsədimizə doğru. Vaxtı gələndə pulu nizamlayaq, birdən alaq demirik. Biz bugün bir dənə səs yazmaq üçün aparat alırıq. Biz bu günlərim, nə bilim, maşına salacağımız, daha sürətli zaretlə yığacaq filan şey alırıq. Hamısını damla-damla atırıq. Həmin vaxta çatanda biz həm çox əziyyət çəkmiş olmayacaq, həm full hazır olmuş olacaq. Yəni, onun üçün dostlar, bəzən uğur hekayəmiz nə olduğunu tam düşünmürsən. Amma mən orada yaşayacağımı bilirəm. Çünki mən torpaqdan, güllərdən oynamağı sevən adamam. Mən gəlib hansısa ölkədə, gözəl mənzərədə, öləndə heç bir şey apara bilmədiyim bu şeylərin dalınca düşməmiş oluram. Beynimdə yaşadığım, həmin andan zövq aldığım kainatdan gözəlliklər aparmış oluram. Düzdür, bu mənim olmuş olur. Ona görə dostlar, yəni şükür olsun, hər şeyimiz var, istədiyim şey, yəni bugün məsələn telefonumu dəyişməsəm də, iPhone 14 nə deyək bilmirəm, işləsəm də başqasını 20-dən 15 almış adamam. Yəni bu boş şeydir. Çox sağ olun hamınıza. Xəyal doktor, minnətdaram. Kommentlərinizi yazın, mütləq like edin və çox insan bu verilişdən motivasiya alsın ki, öz işlərində hansı bir uğur əldə edə bilsin.